Herkese salam əziz abituriyentlər. Bugün mən sizə Nərgiz Nəcəf 250 sınaq test toplusundan 40-cı sınaq olan Reciprocal Pronouns testini izah edəcəm. Rəylərdə bunun izahı istənilmişdir. Əslində Reciprocal Pronouns, yəni qarşılıq əvəzliyi çox sadədir. İki əvəzliyimiz var, elə bil ki, qarşılıq əvəzliyimiz ingiliscəsində iç azə və one anazə. Qeyd sadəcə onu deyə bilərəm ki, iç azəs deyə bir söz yoxdur, ya da one anazəs deyə bir söz yoxdur. Bu sözlər cəmlənmir. Və bu sözlər biz iki şəxs arasında əgər danışırıqsa, iç azə işlədirik. Əgər insanların sayı 2-dən çoxdursa, yəni 2 plusdursa, bu zaman artıq one anazədən istifadə edirik. Və bu sözlər yiyəlik halda işlənə bilər, yəni apostrof s qəbul edə bilər. Əgər özündən sonra isim gəlirsə, məsələn, bir-birinin məsələn paltarını geyinirsə, bir-birinin məsələn köməyini, yəni isim gəlirsə, təbii ki, apostrof s-dən işlədilə bilər. Test üzərində izah edəsəm daha yaxşı başa düşəcəksiniz. Başlayaq ilk sualdan. Both sides must try to understand. Both, onsuz da bilirsiniz ki, hər ikisi deməkdir. Deməli, burada iki insandan söhbət gedir. Az öncə dediyim kimi, baxın, bu söz cəmlənmir. Yəni, iç azəs deyə bir söz yoxdur. Və burada da bir isim gəlməyib deyə one anazə də həmçinin ola bilməz. Həm də dediyim kimi də both sides hər iki tərəf deməkdir. İki olduğuna görə artıq iç azə olmalıdır. İsim də gəlmədiyinə görə iç azəsdir, iç azə olmalıdır. Both sides must try to understand each other. Yəni, hər iki tərəf bir-birini elə bil ki, başa düşməyə cəhd etməlidir. İkinci suala baxırıq. Anne and Joe. Görürüz ki, iki insandır. Deməli, onda one anazə olmayacaq. Bu bəndi. İç azəs deyə bir söz yoxdur. Bu reciprocal pronounlar cəmlənmir. Burada da özündən sonra isim gəlməyib ki, right now indicə deməkdir, zərfdir. Ona görə D də olmayacaq, C olacaq. Yəni, Anne and Joe are not talking to each other right now. Anne və Joe deyir, yəni hal-hazırda bir-biri ilə danışmır. Üçə baxırıq. We respect opinion. Opinion rəy fikir deməkdir. İsimdir. Deməli, burada apostrof s-li variantlar işlədilməlidir. Biz də deyəndə, biz 2 nəfərə də biz deyə bilərik. 2-dən çox insan, 5 nəfər də biz ola bilər də. Burada artıq yəni insanların sayı, yəni hər iki və ya 2-dən çox qəbul oluna bilər deyə. Burada 1 və 2 hər ikisi eyni anda düz ola bilər. 4-ə baxırıq. Deməli, they know everything about. Yenə burada isim gəlməyib deyə bunlar olmayacaq və 2 və 4 olacaq. Çünki yəni burada yenə az öncə dediyim kimi they know everything about one another or each other. Yəni onlar bir-biri haqqında hər şey bilirlər. Bu 2 insan da ola bilər. 2-dən çox insan da ola bilər. 5-ci suala baxıram. Deməli, houses gəlib evlər, isimdir. Deməli, apostrof s-lər olacaq. Bunlar olmayacaq. 5 də olmaz. Bu sözlər cəmlənmir. S qəbul edə bilməz, yəni ona yiyəlik hal forması işlədilə bilər. Burada da ona görə 1-2 olacaq. Yəni deyir, biz tez-tez bir-birimizin evində neyinirik? Qalırıq. Keçək o birisi suallara. Aha. 5-ci, yox 5 izah elədik. 6. Emma and William. 2 insan da təbii ki, burada olacaq. İç azələr, one anazələri silirik. Bu söz cəmlənmir deyə səhvdir. Burada da isim gəlməyib. Every evening. Hər axşam. Bu bilirik ki, yenə zərfdir. Ona görə C olacaq. Yəni, Emma and William phone each other every evening. Hər axşam neyinirlər? Bir-birinə zəng eləyirlər. 7-ci suala baxırıq. Deməli, 7-də. Bir dəqiqə onu biraz o tərəf eləyim. Belə olsun. Deməli, 7-ci sualda. John, Bob and their friend. John, Bob və onların dostu. Aha, deməli, burada təbii ki, 2-dən çox olur deyə şəxs, içlər olmaz, iç azələr. D bəndə olmaz, çünki bu söz dediyim cəmlənmir. Burada da görürük ki, isim gəlibmi, gəlməyibmi? Görə B bəndə olacaq. Yəni, John, Bob and their friend are helping one another with their homework. John, Bob və onların dostu. Yəni, ev tapışıqlarında bir-birini eynirlər, kömək edirlər. İsim gəlməyib deyəm. Burada görürsünüz ki, biz bilirik ki, possessive case, yiyəlik haldan sonra əgər söz önü gəlibsə, onlar yiyəlik hal deyil də, bu qaydanı da bilirik. 8-ci testə baxsaq, heç gördüyünüz kimi səhvdir, iç azəs deyə bir söz yoxdur. We have to work together and rely on. İsim də gəlməyib, yəni 2 və 4 də olmayacaq, yəni 1, 5. Yəni biz birlikdə işləməliyik və rely on güvənmək, etibar etmək deməkdir. Hətta yadda saxlayın, rely'dan sonra on gəlir, yəni söz önü dərsində, söz önü yad sualda da düşə bilər. Biz deyir ki, yəni
bir-birimizlə, yəni birlikdə işləməliyik və bir-birimizə nə etməliyik? Güvənməliyik, etibar etməliyik. Burada artıq biz 2 nəfər də ola bilər, 2-dən çox da ola bilər deyə oldu. 1, 5, yəni A bəndə oldu. Növbəti səhifədəki suallara baxaq. 9-cu sualda nə deyir? Sam and Anna. Gördük ki, iki insandır. Deməli, iç azə olar. İç azəsi deyə bir söz yoxdur, cəmlənmir. Burada da isim gəlməyibdir deyə olacaq B bəndi. Sam və Anna bir-birinə baxdı və gülümsədi. Onda Robert and Tom 2 nəfərdir. Deməli, iç azə olacaq. One anazələri çıxırıq. İç azəsi deyə bir söz yoxdur, cəmlənmir və burada da isim gördüyünüz kimi gəlməyib deyə olacaq C bəndi. Robert və Tom bir-birinə tez-tez neyinirlər? E-mail yazırlar, yəni elektron məktub yazırlar. 11-də houses, evlər, isim gəlib, deməli apostrof S-li olanları götürməliyəm. Belə söz yoxdur, cəmlənmir. Və isim də gəlib deyə onda avtomatik nə olacaq? 2 və 4 olacaq. 11 oldu D bəndi. 12-ci testə baxıram. My parents always take care of. Mənim yəni valideynlərim, insanlar 2 valideyn olur da. Deməli, onda one'lar getdi. İsim də gəlməyib deyə olmaz. Oldu B bəndi. My parents always take care of each other. Mənim valideynlərim həmişə bir-birinin qeydinə qalır, qayğısına qalır. Take care of ifadəsi, look after ifadəsi, bunlar qayğısına qalmaq deməkdir. 13-ə baxıram, yəni phrases, üzlər. Deməli, isim gəlib, apostrof S olmalıdır. Belə söz yoxdur, cəmlənmir. Ona qalıb, deməli, D olacaq da. It was dark, so workers couldn't see one another's faces. Qaranlıq idi, ona görə də yəni işçilər bir-birinin üzünü görə bilmirdilər. 14-ə baxıram, deməli, iç ənazə deyə bir söz yoxdur. İç azədir ya da one ənazədir. Məsələn, E bəndindəki kimi bir yəni reciprocal pronoun yoxdur. Burada da isim gəlməyib deyə apostrof S-lər də olmaz, B olacaq. We must stand side by side and help each other. Deməli, burada yenə dediyim kimi biz deyəndə, yəni burada 2 nəfər və 2-dən çox da başa düşülə bilər deyə olacaq nə? B bəndi. Baxaq 15-ə. Deməli, belə bir söz, birləşmə yoxdur. İç azə, apostrof, yəni. Sonra isim də gəlməyib deyə apostrof S-lər də onsuz da olmayacaq. One another ya da iç azə. Baxaq, the boy and his friend. Oğlan və onun dostu. 2 nəfər elədir də bu. Ona görə nə olacaq? Burada olacaq iç azə. Əgər yazsaydı the boy and his friends, oğlan və onun dostları, onda olardı one another. 19-cu testə baxsaq, burada for a long time, uzun müddət, yəni indiki bitmiş zamanın zaman zərfidir, yəni isim gəlməyib baxaq. 1 və 3 təbii ki olmayacaq. Ona görə 2 və 4 olacaq. Ona görə oldu 19-da D bəndi. 20-ci sual baxsaq, tickets, biletlər, isim gəlib, deməli apostrof S olmalıdır. Apostrof S olmalıdırsa, onda 1 ilə 4-dür, 20 də oldu C bəndi. Ümid edirəm ki, artıq bu əvəzlikləri yəni başa düşdünüz və buna aid test olduqda asanlıqla həll edə biləcəksiniz. Yəni bununla bağlı olan əsas nüansları, yəni qaydaları dedim. Bunları bilməklə siz istənilən buna aid testi həll edə biləcəksiniz. Kanala abunə olmağı və video like atıb mənə dəstək olsanız sevinərəm. Hər birinizə uğurlar.